Dünən Xətai rayonunun Cavanşir küçəsində və Nəsimi rayonunun Hüseyin Seyidzadə küçəsində yerləşən yaşayış binalarındakı liftlərdə 5 nəfər köməksiz vəziyyətdə qalıb. Xilasedicilər xüsusi vasitələrlə liftin qapısını açaraq vətəndaşları xilas ediblər. Baş verən hadisə paytaxtda lift problemini bir daha gündəmə gətirir. Əməkdaşımız Fidan Səfər liftə qalan sakinlərlə həmsöhbət olub, izləyək. Dünən qalmışam mən liftə. Bax, qolum da qaralıb qalıb dəmirin arasında. Knopka bağlanıb, lift pulu yığan da deyir, xərab olur, mən düzəltdirirəm. Mən niyə çörək pulumu verməliyəm cəmaatın liftinə görə? Neçə? Mən 6'da olam, indi gedib 9'a qalxacam, 9'dan düşəcəm 6'ya. Hazırda Xətai rayonu Cavanşir küçəsində yerləşən 9 mərtəbəli binaların birindəyik. Bu liftlərdə demək olar ki, hər gün bir vətəndaş qalır. Sakinlər deyir ki, ötən gün baş verən hadisə də ilk deyil. Bundan əvvəl də onlar hər dəfə liftlə yuxarı qalxmaq istəyəndə təhlükə ilə üz-üzə olublar. Olub mən özümdə qalmışam içində. Bəs necə olub, necə çıxmısınız? Qonşu qarnası qapını bir təhər açıblar. Gündə sınır, hər gün sınır, neçə dəfə qalır. Çağırırıq, bir adam çağırırıq, gəlir, çəkir, çıxardır, lift sınır, neçə gün liftsiz qalırıq. Hamısı köhnədir daha, gör 80-cı ildən gör neçə il keçib. Nəsimi rayonu 4-cü mikrorayon Hüseyin Seyidzadə küçəsində yerləşən 9 mərtəbəli binaların da liftlərindəki vəziyyət eynidir. Buradakı binaların da demək olar ki, çoxunun liftləri yararsız vəziyyətdədir. Fövqəladə hala gəldi, axşam qonşumu çıxartdılar burada. Hər dəfə minəndə, düşəndə hər şey qorxuruq həmişə. Uşaqları tək buraxmağa qorxuruq. Ucu 40 ilin lift heç vaxtı bizdə değişilməyib. Yuxarıdan Rəfqəmgildən düşürdüm. Liftin elə bil ki, kəndirini kimsə kəsdi, düşdü. Padvalla birinci mərtəbənin arasındaydı burada. Sonra çox qəribə bir uğultu səs gəldi, elə bildim yanğın olur, zəlzələ olur da çox qorxmuşdum. Problemlə bağlı Bakı Şəhər Lift İstismarı Birliyinə müraciət etdik. Qurumdan bildirildi ki, hər iki bina kooperativ bina olduğu üçün onların balansında deyil və binalar kooperativ bina olduğu üçün nəzarət kooperativ rəhbərliyinə aiddir. Fidan Səfər, Bəkir Əşimov, Space xəbər.